Bəxtiyar Vahabzadə yaradıcılığından xoş gəldiniz. Hər birinizi salamlayırıq. Bugünkü tədbirimiz Bəxtiyar Vahabzadənin böyük şair, vətən, dildə və amalı ancaq ana dili olan bir şair. Bitirəndən sonra həmin universitetdə pedaqoji fəaliyyətə başlayır. 40 illik pedaqoji fəaliyyətini 1990-cı ildə Azərbaycan Ədəbiyyatı Kafedrasının professoru kimi başa vurur. İlk mətbu əsəri 1943-cü ildə çap olunan Ana və Şəkil şeiridir. O vaxtdan dövrü mətbuatda bir qəm idi. Biri qərəzkardır, biri xəsisdir. Bu ondan yaxşıdır, bu ondan pisdir. Natəvan belə idi, həcər elə idi. Böyüklər önündə o bir kölə idi. Sən getdin, elə bir dünya boşaldı. Yaz da köçüb getdi, yeni boşaldı. Baxar ürəyimi sənsiz boşaldı. Mən yaza vurğunam, qışını eylərəm. Eşqimi aparıb, niyə yaşayıram, mən niyə sənsiz? Nə yerə baxıram, nə göyə sənsiz. Mən ki kör olmuşam hər şeyə sənsiz. Kör gözümüzün də qaşını eylərəm. Teşekkür ederim. Mən əsir düşmüşəm öz istəyimə. Nifrəti gizlətmək asandan asan, sevgini gizlətmək mahalmış denə. Haraylar yüksəlir könüldən yenə, bu necə haraydır, bu necə haydır. Seyir, xəzər olum tökülüm. 35 ilməyimdə bəsləbiyim məhəbbət. Bir salama dəymədi. Bir günlük həsrətimə dözə bilməyən gülüm. Bəs nə oldu bu həsrət? Bir salama dəymədi. Gittim. Ancak hamının değil, sen hayatın gətirir, yalnız gülenlerinsən. Özünü bu dünyada heç kəs olarak sanmamış. Ancak ömrün özü de beraber paylanmamış. Ömür paylanan zaman görün kime ne düştü. 300 yıl Bozqara'ya, 10 yıl Şahinə düştü. Hayat. Sən vaxtın, zamanı, hökmünə bir bax. Zamandır hər fikrə yol verən ancaq. İnsan zaman ilə gəlir döş-döşə. İnsanı yetirən vaxtdır həmişə. Zaman var. Şiir, illərlə bir eşqim kövrünü çəkdik. Ayrılsak gün söner, il qınar bizi. Enş yoxsunur bir öptüyümüz, yollara ne diyek, yol qınar bizi. Sen Dinicə ot tutub alışmayım mən. Fikirsiz, məsləksiz ölü canlara. Bəli, əsəbiyəm, heç çəkinmədən. Mənim əqidəmə. Şəri də təkrar edir. Niye tekrar olmasın? Axı dünya fırlanır. Min illər bu dünya beləcə fırlansa da, bir yuvanın bülbülü min budağa qonsa da, bu dünyanın aylar, illər, nəsillər bir-birini dansa da, dəyişməzdir əqid. Yəni bir vətənin övladıyıq biz. Anamız eynidir, qardaşıq demək. Mən sənə arxıyam, sən mənə kömək. Vətəndaş, nə gözəl səslənir bu söz. Yəni iki canda bir ürəyik biz, gücsüzük. Bir heçik, sən də, mən də tək. Vətənə güvənib olduq vətəndaş. Mənim şöhrəti şanıdır bir günümü dünyaya tanıdır bir gün. Əzim o başına çatandır bir Nasıl yalnız ondadır. Eşqana gəl yanlarsa, yaşamı demək. Sonunda həyatdır.